Qəribə karikaturdur. Bu şüşəni qırıb bütün əsəblərimi sakitləşdirmək istəyərdim. Aha, zirzəmi. Çox qaranlıq görünür. Dostumla biz sorğuluyuruq. Amma nə olur olsun, ora getməliyik. Biz addımlayırıq. İçəri çox qaranlıq və qorxulu idi. Biz cəsarətimizi toplayıb içəri keçirik. Addımlarımızı ehtiyatlatırdıq. Sanki içəridə iki cüt göz işıldayır. Biz ondan da qorxmuruq. Biz çox düşünürük çünki bu çox qorxulu görünür. İçəridə təhlükəli insan və ya heyvan ola bilər. Amma nə olur olsun biz bura qədər gəlmişiksə içəridə olmalıyıq. Bu arada insan və heyvandan daha təhlükəli varlıqlar olduğunu yəqin ki bilirsiniz. Amma onlar mifdir. Biz inanmırıq. Ona görə də içəri keçdik. Qəribə səslər gəlirdi. Amma hər şeyin elmi bir açıqlaması olduğunu inanırım. Və elə də oldu. Yuxarıdan yağış suları damcılayırmış. Necə də zülmət qaranlıqdır. Aha, işıq. Bu cür yerlərdə niyə təzə paltarlar var idi? Bir taya olan ayaqqabılar, yeni içilmiş içkilər, qəribə yazılar. Bura daha böyük və macəra dolu görünürdü. İlahi, burada nə baş verir? Bu ayaqqabı burada nə gəzirdi? Və onun bir tayı yox idi. Hər kəsin ağlında həmin o dəli suallar. İlahi, qəribə şeylər baş verir. Biz çıxmalıyıq. Başqa bir ayaqqabı daha var. Zirzəmidən çıxış yoxdur. Biz artıq düşünürük ki, hətta tərk edilmiş yerlərin belə sahibi var. Və qaranlıq yerlərin sahibi təhlükəli insanlardır. Nə qədər ki onlar gəlməmişdi, biz getməliydik. Təhlükəsizlik baxımından ətrafa ümumi nəzər salaraq çıxırıq. Hər şey bizə bu səs kimi hiss elətdirirdi. Aha, bir mərtəbə daha. Məncə biz mənzərəyə doyduq artıq. Biz getməliyik. Biz tələsirik. Gəl gedək dostum. Ora sadəcə baxmaq üçündür. Biz ev tapdıq. Burada çoxlu paltarlar var. Yeni içilmiş içkilər. Hətta, wow, binanın ortasında ocaq qalamışdılar. Bu balonkanı isə insana bənzətdim və çox qorxulu idi. Sizə də çürümüş insan bədənini xatırlatmır. Özəl alana müdaxilə dedik və oradan çıxdıq. Qəribə yazılar var idi. Dostum bu işin sonuna qədər gedəcəyini dedi. Mənsə, Matilda, bunu bana nasıl yaparsın dostum dedim. Yuxarıdan asılmış o şeylər sizcə də qandala bənzəmirdi. Bəlkə bu hansısa mafiya təşkilatının cəza metodu ola bilərdi. Aha, bir yazı daha. Hava küləkli değildi, amma pəncərələr sanki azad ruhlar rəqs edirdi. Biz bir mərtəbə daha qalmaq istəyirdik, lakin onlar ora tələ qurmuşdular. Sizcə orada nə vardı? Biz onu asanlıqla keçdik. Bu qorxaqlar üçün idi. Biz isə qorxaq deyilik. Bu mərtəbədə nə gizlənmişdi ki, onlar ora tələ qurmuşdular və bizim çıxmağımızı istəmirdilər. Aha, gəldik. Bunların nə olduğunu bilən varsa, xahiş edirəm yorumlarda yazsın. Məntiqlə baxanda onlar əllər və başlar üçün idi. Yəni elə görünürdü. Matilda, nə buldun orada kızım? Matilda ip görmüşdü. İlahi. Biz oradan uzaqlaşdıq və mənzərə çox gözəldi. Mənzərə ilə bu yer təzad təşkil edirdi. İçərinin də mənzərəsi pis deyildi. Vav, çox gözəl görünmür sizcə də. Bu yazılar möhtəşəm görünürdü. Burada meditasiya ilə məşğul idim. Bu terapiya kimi idi. Sanki Tanrı məni dinləyirdi. Bu yazılar şedevrdir.
Növbəti səfərimizin təfərrüatlarını görmək üçün bizi izləməyi unutmayın. Bildiyiniz maraqlı yerləri yorumlarda yaza bilərsiniz. Unutmayın, biz fərqli ruhları sevirik.